Uşağın immunitet sistemi onun sağlam böyüməsində, inkişafında olduqca mühüm rol oynayır. Belə ki, güclü immunitet sistemi infeksiyalara qarşı güclü müqavimət göstərir. Bu da xəstəliklərin minimuma enməsinə kömək olur. Ona görə də biz uşaqların immunitet sistemini dəstəkləmək üçün hələ kiçik yaşlardan onların bir sıra vərdişlərə yiyələnməsinə öyrətməliyik. Sağlam qida vərdişləri immun sisteminin dəstəklənməsində olduqca mühüm rol oynayır. Belə ki, qida rasionunda çoxlu miqdarda təzə tərəvəzlərin, meyvələrin, tam taxılların, zülal mənbələrinin, sağlıqlı yağların olması immun sistemin möhkəmlənməsi üçün olduqca vacibdir. Eləcə də qida rasionunda C, D vitamininin, sinkin, probiotiklərin olması həm sağlam bağırsaq mikroflorası üçün, həm də immun sistemimiz üçün olduqca vacibdir. Bundan başqa fast food və işlənmiş qidalardan uzaq durmaq da immun sistemimizin güclənməsinə kömək edir. Qida ilə yanaşı düzgün yuxu rejimi də immun sistemin möhkəmlənməsi üçün çox vacibdir. Belə ki, yuxu zamanı immunitet hüceyrələrimiz aktivləşir, immun sistemimiz istirahət edir, özünü təzədən bərpa edir. Ona görə də uşaqların yaşına uyğun düzgün yuxu rejimi olmalıdır. Onların yuxu yerləri, yatdıqları yer, yatdıqları mühit sakit və rahat olmalıdır. Yuxu ilə yanaşı immunitetin möhkəmlənməsində daimi fiziki aktivlik, idman hərəkətləri, təmiz havada çox olmaq da olduqca vacibdir. Belə ki, hərəkət zamanı qan dövranı sürətlənir. Bu da immunitet hüceyrələrinin aktivləşməsinə və nəticədə orqanizmin infeksiyalara qarşı daha qüvvətli mübarizə göstərməsinə kömək edir. Həmçinin təmiz hava, günəş işığı uşağın qanında D vitamininin də səviyyəsinin qalxmasına kömək eləyir. Həmçinin gigiyena vərdişlərinə körpə yaşından uşaqları öyrətdikdə, bu da onların infeksiyalara qarşı mübarizə aparmasına kömək edir. Belə ki, əl yumaq kimi sadə bir vərdiş mikrobların yayılmasının qarşısını alır. Həmçinin biz bilirik ki, stres də bizim immun sistemimizə olduqca mənfi təsir göstərir. Buna görə də uşaqları stresdən uzaq, sevgi dolu bir mühitdə, özlərini emosional cəhətdən təhlükəsiz hiss etdikləri mühitdə böyütməliyik. Bu, onların həm sağlamlığının, həm də immunitetinin möhkəmlənməsinə olduqca kömək edir. Bütün bu vərdişlərə uşaqlarımızı erkən yaşlardan yiyələndirdikdə, bu onların immun sisteminin daha möhkəm təməl üzərində formalaşmasına kömək edir.